Bir daha kəndimizdə yaradılmış şəhidlər bulağından hər bir kəsə salamlar. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Gözəl bir hikmətli söz. Şəhidlər ölməz, vətən bölünməz. Vətən üçün canlarını qurban verən şəhidlərimizə bir daha Allah'tan rəhmət diləyirik. Ruhuz şad olsun. Allah dövlətimizin bayrağını həmişə yüksəklərdə dalğalandırsın. Şəhidlər bulağında əməyi, zəhməti olan hər bir vətəndaşa minnətdarlıq, təşəkkür edirik. Mən Quliyev Nazim Cəfəroğlu Dəstəkənd vətəndaşı bir vasitəçi olaraq kəndimizdə yaradılmış şəhidlər bulağında öz fikrimi sizlərlə paylaşmaq istərəm. Həqiqətən də şəhidlər bulağında böyük əməyi olan insanlara bir daha təşəkkür edirik. Şəhidlər qəlbimizdə daimi yaşasın deyə belə bir gözəl bağ salmaqda hər birinə, hər bir insana fərq etməz. Dövlət iş adamı olsun, kənd vətəndaşı olsun, qonağımız olsun, hər birinə təşəkkür edirik. Mən kənddə olduğum zaman hər gün demək olar sahəni ziyarət edirəm, şəhidlərimizə rəhmət diləyirəm və gördüyünüz həmişə yaşıl ağacları sulamağı özümə borc bilirəm. Sahəni hər zaman təmiz saxlayaq, hər zaman şəhid ailələri, dövlət iş adamları, qonaqlarımız ziyarətə gəlirlər. Allah var eləsin, kəndimizin insanlarında var eləsin. Baxmayaraq ki, şəhidlər bağının bağbanı var. Kənd cəmaatı könüllü olaraq tez-tez şəhidlər bulağını həm ziyarətə, həm də imazliyə etməyə gəlirlər. Sağ olsun, rayon dini rəhbəri Yusuf müəllim olsun, kəndimizin ziyalıları olsun, şəhid ailələri olsun, tez-tez şəhidlər bulağına gəlib ziyarət edirlər. Öz köməkliklərini göstərirlər, olsun maddi, mənəvi dəstək olurlar. Hərəyə bir ağac əkək, şəhidlərin ruhu şad olsun, hərəyə bir ağac əkək, vətən sevinsin aksiyasında da iştirak edirlər. Yəni bu gördüyünüz sahə Ordubad rayon Dəstəkəndində yerləşir, şəhidlər bulağı. Kəmki dağının ətəyində yerləşən mənzərəli bir yerdə. Hər birinizi salamlayırıq, hər birinizə uzun ömür, can sağlığı. Rayonumuza gələn turistlər olsun, qonaqlar olsun, şəhidlər bulağını ziyarət etmək üçün gəlirlər. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Şəhid ailələri tez-tez gəlirlər. Keçən il Allah rəhmət eləsin, şəhidimizin anası, Xudayarın anası şəhidlər bulağında ziyarət etdi. Allah şəhidimiz Xudayara da rəhmət eləsin, cəmi şəhidlərimizə. Bu videonu paylaşmaqda məqsədimiz buranı görülən işlərin gündəmə gətirmək, rayonumuza gələn qonaqlar, gələn turistlər, gələn dövlət adamları olsun, şəhid ailələri olsun, buyurun gəlin şəhidlər bağını ziyarət edin. Burada hər cür şərait var. Yenə deyirəm, uşaqlarımız da yaddan çıxartmamışıq. Məktəbə qədər uşaqlar üçün və məktəbli uşaqlar üçün də əyləncələr salınıbdır. Və məktəb şəhidlər bağının yanında böyük bir stadion salınıb. Stadionun sol tərəfində gözəl idman kompleksi salınıb. Gənclərimiz buradan istifadə edirlər. Əməyi keçən insanlara bir daha təşəkkür edirik. Gördüyünüz şəhidlər bulağından yenə bir də sizlərə çatdırıram. Biz əskəri xidmətə gedən balalarımızı burada qarşılayıb, buradan yola salırıq. Gələndə də elə bura gəlirlər. Məktəb məzunları üçün, məktəbə institutda qəbul olan uşaqlar üçün, idmanda
yer tutan şagirdlərimiz üçün burada tədbirlər keçirilir. Fərqləndirici, həvəsləndirici mükafatlar verilir. Yəni gözəl bir yerdir. Gözəl bayramlar, dini bayramlar burada keçirilir. Uşaqlar məktəbə girəndə gəlib buradan xatirə şəkillər çəkdirirlər, videolar çəkirlər. Məzunlarımız istirahət zamanı kəndə gələndə gəlib buranı ziyarət edib özləri üçün şəkillər, videolar çəkdirilir. Yəni bu gözəl bir adət ənənəni biz istəyirik hər yerə çatdıraq, qoy görsünlər. Dəstə kəndində dəyər verən insanlar nə işlər görüb. Bu şəhidlər bağının salınmasında Dəstə kənd cəmaatının böyük bir əməyi olub. Böyük, həddən artıq hər yer bir ağac əşək, vətən sevinsin aksiyasında hamı bir nəfər kimi iştirak edib. Yenə deyirəm, tez-tez məclislər salınır, tez-tez tədbirlər salınır. Allah dövlətimizi qorusun, hər zaman gündəmdə saxlanılır şəhidlər bağı. Şəhidlər bağında sizə deyim 25'e yaxın skameyka var. Gənclərimiz, cavanlarımız ziyarət zamanı əyləşirlər, öz fikirlərini bildirirlər. Yəni görülən işlərə öz dəyər qiymətlərini verirlər. Bura vətənimiz Ordubad rayonunun Dəstə kəndi. Allah bir daha bu günü yaşadan şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Bu 8 gülşəli gölün yanında şəhidlər bulağının güşəsi yaradılmışdı. Əməyi geçən insanlar var olsunlar. Mən istərdim hər bir kəsin burada əl əməyi də olsa, ən azı adına, hərənin adına da bir ağac əkilsə gözəl olar. Bura bir müqəddəs yer. Şəhidlər ölməz, vətən bölünməz. Baxın, şəhidlər bulağının sahəsində gözəl bir besetka da salınıb. Burada kənd cəmaatı tərəfindən, gözəl insanlar tərəfindən eysanlar da verilir, eysanlar da paylanılır və gözəl tədbirlər keçirilir. Uşaqlarımız, gənclərimiz, ağsaqqallarımız, ziyalılarımız, dini qardaşlarımız gəlirlər, iştirak edirlər. Dini qardaşlarımız sağ olsun, tez-tez gəlib şəhidlərimiz üçün Cümə, Yasin suralarda oxuyurlar. Allah hər bir kəsdən razı olsun, dəyər qiymət verən insanlara həmişə var olun deyirik. Baxın, çox mənzərəli bir yer, tərifə layiq bir yerdir, şəhidlərimizin adına layiq bir park. Amin yazan əllər var olsun, amin deyən dillər var olsun. Videolara baxıb öz xoş sözlərini yazan insanlar da var olsun. Bu mənzərədə ziyarət edən insanlara da təşəkkür edirik. Mən vallahi şəxsən kəndimizdə yaradılmış şəhidlər bulağı ilə fəxr edirəm, həvəs edirəm. Məni yaşadan, ürək verən, həvəs verən bir yer varsa, o da elə bu şəhidlər parkıdır. Buyurun, gəlin, ziyarət edin. İstənilən, istədiyi ağacı şəhidlər bulağında əkməyə hüququnuz var. Şəhidlər bulağının sahəsi böyük. Hər bir adam üçün, hər bir vətəndaş üçün açıqdır. Allah dövlətimizi qorusun. Bir daha hərbi xidmətdə xidmət edən əsgərlərimizə uzun ömür, can sağlığı var olun deyirik. Şəhidlərimizə isə Allahdan rəhmət, Allah qazilərimizi qorusun, qəhrəmanlarımızı qorusun. Biz fəxr edirik ki, elə biz Azərbaycanlıyıq. Azərbaycanla fəxr eləməyə dəyər. Bu gözəl, üstəşli bayrağımız qarşısında hər zaman baş əyirik.